Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə mollyusklar tipi haqqında danışırıq. Əvvəlcə gəlin mollyusklar tipinin biraz ümumi xüsusiyyətlərinə baxaq. Mollyusklar həm suda yaşayan, həm də quruda yaşayan canlılardır və bunların 130 mindən çox növü mövcuddur. Mollyuska da yumuşaq deməkdir. Bədəni xaricdən kirəc bir çanaqla örtülmüşdür. Yəni bunların əsas xüsusiyyəti budur. Məsələn, nümayəndələrinə baxın, məsələn, ilbizə baxın, anadontaya baxın, görəcəksiniz ki, bunların bədənində bir çanaq mövcuddur. Bədənləri ibarətdir başdan, gövdədən və əzələli ayaqdan. Bədəni ilə, indi bədəndə dedim, axı çanaq var. Bədəni ilə çanağı arasında bir nazik pərdə var. Bu pərdə adlanır mantia. Bədənlə mantia arasında isə bir boşluq qalır. Bu boşluğu da adlandırırıq mantia boşluğu. Çanağının funksiyası nədir bəs bunun? Çanağı bunu qoruyur. Belə deyək, bunu mühitin təsirindən, qurumaqdan, əlverişsiz təsirlərdən qorumağa xidmət edir. Ümumi biraz orqan sistemləri haqqında danışsaq, məsələn, bunlarda qan damar sistemi açıqdır, kalmardan başqa. Tənəffüs sistemlərində qəlsəmədə görəcəyik ağciyərdə. İfrazat sistemi böyrək, tək böyrəyi olan var, iki böyrəyi olan var. Mollyusklar tipinə aiddir əsas 3 sinif: qarın ayaqlılar sinfi, iki taylılar sinfi və başı ayaqlılar sinfi. Qarın ayaqlılar sinfinin nümayəndələri ilbizlər, makara ilbizi, tənək ilbizi, çılpaq ilbiz, böyük, kiçik göl ilbizləri bunlar aiddir. Harda yaşayırlar? Böyük göl ilbizi durğun sularda bitkilərin üzərində yaşayır. Uzunluğu 3-4 santimetrə qədərdir. Quruluşuna baxsaq, bədən quruluşuna, bunun çanağı, diqqət eləyin bura, bu şəklə, sonra bu şəklə. Bunun çanağı burulu belə bir spiral kimi 4-5 burumdan ibarətdir. Və bədənində baş var, gövdə var və tək ayağı var. Niyə qarın ayaqlılar deyirik buna? Çünki ayağı bunun yerləşir qarın nahiyəsində. Təkdir, əzələlidir, qarın nahiyəsində yerləşir və bu ayağı vasitəsilə hərəkət edir. Yavaş-yavaş, dalğavari. Başı yerləşir bədənin ön hissəsində. Baxaq, başında nə var? Aşağı hissəsində ağızdır. Ağzının kənarında 2 dənə lamisə çıxıntısı, üstdə də 2 dənə gözü mövcuddur. Bu bədənin daxili quruluşudur. Mən həmişə tapşırıram ki, zoologiyada heyvanların daxili quruluşunu tamamilə əzbərləmək lazımdır şəkildə. Çünki sualın hardan gələcəyi bilinmir. Yəni istənilən orqanı sizdə testdə soruşa bilər, hansıdır? Tənəffüs orqanından danışsaq, kiçik göl ilbizi, böyük göl ilbizi nümayəndəsi kimi əsas bundan danışırıq. Tənəffüs orqanı ağciyərlər vasitəsilə tənəffüs edir, atmosfer oksigeni ilə nəfəs alır. Ümumiyyətlə bunun bədəninin yan hissəsində, burasını demədim, bədəninin sağ tərəfində bir tənəffüs dəliyi var ki, hava bu tənəffüs dəliyindən daxil olur. 1 saat ərzində 7-8 dəfə qalxır ki, suyun üstünə qalxır ki, həmin deməli tənəffüs edə bilsin. İfrazat sistemi isə metanefridial tipdə tək böyrəkdir. Böyrəyin qıf şəkilli ucu ürək ətrafı kisəyə açılır, digər ucu isə mantia boşluğundan xaricə açılır. Qan dövranı haqqında danışıram. Qan damar sistemi açıqdır ilbizdə. Ürəyi 2 kameraldır, yəni bir qulaqcıq, bir mədəcikdən təşkil olunub. Ürək ətrafı kisənin içərisində yerləşir ilbizdə və bunun ürəyində yalnızca arterial qan mövcuddur. Burasına diqqət eləyəcəksiniz. İndi qan dövranında ürəkdə arterial qan varsa və də bir qan dövranı var da, demək ki, bu qan qazlar mübadiləsi baş verəndən sonra yenidən o ağciyərlərdə oksigenlə zənginləşib ürəyə qayıdır. Yəni necə? Ürəkdən çıxdı arterial qan, getdi orqanlara, qazlar mübadiləsi baş verdi, oksigen, karbon qazı çoxaldı qanda. Demək, yenidən gedib bu qan ağciyərlərdə təmizlənməlidir karbon qazından, oksigenlə zəngin qan yenidən qayıtmalıdır ürəyə. Aydındırmı? Ürəyində yalnızca arterial qan mövcuddur. Sinir sisteminə aiddir sinir düyünü və bunlardan çıxan sinirlər. Hiss orqanlarını isə dedim ki, başında lamisə çıxıntıları var, gözləri var. Bunlar hissiyatda iştirak edir. Həzm sistemindən danışsaq, ilbizin dilində bir fərqlilik deyəcəksiniz.
bitkilərlə qidalananda bunun ağzında xitin dişcikli, əzələli, qaşovlu, çıxıntılı bir dili var və bu dili vasitəsilə bitkinin üstünü qaşıyır və bununla qidalanır. Və bunların həzm sistemində ilk dəfə olaraq qaraciyər yaranmışdır və qaraciyərin axarı mədəyə açılır. Qida daxil oldu ağızdan, keçişi udlağa, qida borusuna, mədəyə, bağırsağa və anal dəlik vasitəsilə də bədəndən xaric oldu. Çoxalması görə ilbiz hermafroditdə, amma mayalanması çarpaz gedir və yumurtadan birbaşa ilbizlər çıxır, yəni düzünə inkişaf edir. Yumurtasına amma baxın bu şəklə. Şəffaf silik içərisində su bitkilərlə yapışdırır bu yumurtasını. Burada da ilbizi görürük şəkildə. Burada yumurtalarını su bitkisinin üzərində belə. Burada da görürsünüz bitkinin üzərində yaşayır, hərəkətini görürsünüz. Sonra danışa bilərik artıq iki tayıllar sinfi haqqında. Nümayəndələri anadonta, gəmi qurdu. Baxın, gəmi qurd sözünü görüb bunu qurdlara aid etmirik. Gəmi qurdu aiddir mollyusklar tipinin iki tayıllar sinfinə. Midia, stridia, mirvari ilbizi, ilbizi sözündən də çaşmırıq ki, hə, ilbiz qarın ayaqlardadır. Xeyr, iki tayıllar sinfinə aiddir. Sonra sədəf ilbizi də aiddir bura. Anadonta suyun dibində yarıya qədər quma batmış şəkildə yaşayır. Yəni bentos orqanizmdir, suyun dibində yaşayan bir orqanizmdir. Bunları biz niyə deyirik? İki tayıllar. Baxın, bu da anadontanın daxili quruluşudur, əzbərləməlisiniz. Niyə biz buna deyirik iki tayıllar? Çünki bədənində iki dənə çanağı var. İki çanağı var, gövdəsi var, tək ayağı var, bir də fərqli olaraq giriş-çıxış sifonu var. Bir uzunluğu da 10 santimetrdir anadontanın. Deməli, bədənində iki çanaq, buna görə deyirik iki tayıllar, gövdəsi, tək ayağı, giriş və çıxış sifonu vardır. Deyər Suay müəllim, başı qaldı axı, başı yoxdur. İki tayıllar sinfində baş yoxdur və qidasını təqib etmir başı olmadığına görə. İndi başı olmadığına görə qazandığı xüsusiyyətləri ayrıca izah eləyəcəm. Çanağı simmetrikdir bir-birinə, daxili qatı belə deyək də, müxtəlif rənglərdə bərq vuran parlaq bir sədəflə örtülmüşdür. Yəni çanağı çox gözəldir bunun və çanaq iki qapayıcı əzələnin köməyi ilə qapana bilir. Yəni qapana da bilir, aralana da bilir. Çanağını aralayanda buradan tək ayaqdır, sifonlarıdır, bunları bayıra çıxara bilir çanağı vasitəsilə. Və başı yoxdur dediyim kimi, qidanı təqib etmir. Bəs ayağı harda yerləşir? Ayağı qəlsəmələrinin arasında yerləşəcəkdir. Sonra həzm sistemindən danışsam, fərqlilik yoxdur burada. Qidasını, bir dənə bunu yadınızda saxlayın ki, başı yoxdur deyə bu özü qidasını təqib eləmir. Qida su ilə daxil olur. Ağzı da ayağının dib hissəsində yerləşir. Yadımızda saxlayırıq. Ağzı ayağının dib hissəsində yerləşir. Bir ciyərlərlə və s. qidalanır. Ağız udla, qida borusu, mədə, bağırsaq, anal dəlik şəklində davam edir. Sonra ağzı yerləşir, yazmışam burada, ayağın dibində qida su ilə daxil olur, özü təqib etmir, çünki başı yoxdur. İfrazat orqanına aiddir iki böyrək, metanefridial tipdə böyrək və bir ucu açılır ürək ətrafı kisəyə, bir ucu da açılır mantia boşluğuna. Baxın, fərq nədir? İlbizdə necə böyrək demişdim böyük göl ilbizində? 1 ədəd. Bunda isə 2 ədəd böyrək mövcuddur. Tənəffüs orqanı isə qəlsəmələrdir. Çünki suyun dibində yaşayır. Demək, qəlsəmələrlə tənəffüs edəcək. Necə olur? Belə deyək də, giriş-çıxış sifonu anadontanın tənəffüsündə iştirak edir. Su buradan daxil ola bilir. Sinir sisteminə aiddir 3 cüt sinir düyünü və bundan ayrılan sinir atmaları. Hiss orqanı olacaqmı? Xeyr. Baxın, bu başı olmaması ilə əlaqədar qazandığı bir uyğunlaşmadır. Başı yoxdur, hiss orqanı yoxdur.
Sonra ürəyi yenə burada böyük göl ilbizindən fərqli olaraq bir dənə fərq odur ki, kamera sayı fərqlidir. Bunda artıq 2 qulaqcıq bir mədəcik var. Böyük göl ilbizində 1 qulaqcıq bir mədəcik. Ürəyində isə yalnızca böyük göl ilbizində olduğu kimi arterial qandır. Çoxalmasından danışsam, anadonta, bax, böyük göl ilbizində hermafrodit demişdim və anadonta ayrı cinsiyyətlidir. Və erkəklə dişi bir-birindən fərqlənmir. Erkəyin çıxış sifonundan spermatozoid çıxır, dişinin giriş sifonundan daxil olur və amma yumurtadan, mayalanmış yumurtadan birbaşa, baxın bayaq demişdik ki, düzünə inkişaf edir, yumurtadan birbaşa ilbiz çıxır, böyük göl ilbizi çıxır. Amma bunda dolayı inkişafdır, yəni yumurtadan dişcikli sürfə çıxır. Sonra dişcikli sürfədə parazit həyat tərzi keçirir. Balığın qəlsəmələrində, üzgəcində, dərisində parazitlik edir. Yəni anadontanın özü sərbəst yaşayır, parazit deyil. Sadəcə sürfəsi parazitdir və balıqlar vasitəsilə də bir yerdən başqa yerə doğru yayılır. Balıq onun hərəkətində də rol oynayır, yəni balığın hesabına hərəkət edir. Sonra gəldik indi başı ayaqlar sinfindən danışmağa. Nümayəndəsi kalmar, uzaq şərq kalmarı, nəhəng kalmar, adi kalmar, 8 ayaq, karakatus, sepia, bunlar başı ayaqlar sinfinə aiddir və bunlar dənizlərdə yaşayırlar. Digər iki sinifdən xeyli fərqlənirlər bunlar. Bədənləri ibarətdir. Əvvəlcə bədən quruluşuna baxaq. Bədənində başdır, gövdədir. Və yəni burada görürsünüz ayaq demədim də, hə. Bunda fərqlilik nədir? Başın da bura diqqət eləyək əvvəlcə. İri bəbəyi var, gözündə billuru var. Hətta deyirlər ki, bu insan gözünə oxşardır. Bir də ağzı var da başında. Ağzı da əhatələnib qolcuqlarla. Buna görə deyirik buna başı ayaqlılar. Ayaq deyil, qolcuqdur. Amma və ağzın əhatəsində yerləşir. Bu qolcuqların funksiyasından danışsaq nə işə yarayır? Sayca 10 ədəddir. Deyəcəksiniz ki, ikisi uzundur, 8-i qısadır. 2 dənə uzun, 8-i qısa, testə düşür. Bu qolcuqlara əzələlidir və nəyə xidmət edir? Qolcuqlardan bu 2 dənə daha iri olan şikarın tutulmasında iştirak edir. Və qolcuqların içəri hissəsində, daxili səthində də qidanı tutmağa xidmət edən deməli sormacları var. Sonra bunun çanağı yoxdur uşaqlar. Kalmarda çanaq yoxdur. Dərinin altında yəni bir lövhəcik kimi qalıb da, yəni sadəcə bir hissəsi qalıb, amma bunda çanaq yoxdur. Gövdəsində mantia pərdəsi mövcuddur və dərisində pigment hüceyrələri var. Kalmarda da, bu təkcə kalmarda deyil, digər baş ayaqlı mollyusklarda da rəng dəyişmək xüsusiyyəti var. Həmin bu dəridəki pigmentləri vasitəsilə bədənin yanlarında bunun üzgəcləri mövcuddur. Bir də quş dimdiyini xatırladan çənələri mövcuddur. Bu da kalmarın daxili quruluşudur. Həzm sistemindən danışsam. Həzm sistemi ağız, udlaq, qida borusu, mədə, bağırsaq, anal dəlik. Fərqlilik yoxdur. Tənəffüs orqanı qəlsəmələrdir. Sinir sistemində isə artıq biraz fərqlilik deyirik. Sinir sistemində, qan-damar sistemində nisbətən mürəkkəbdir bunlarda. Kalmarın sinir sistemi udlağın üst tərəfində yerləşən sinir düyünlərinin birləşməsindən əmələ gələn beyindən, dırnaqarası beyindən belə deyək təşkil olunur və bu beyindən də sinirlər ayrılır. Qan dövranı anadontadan, böyük ilbizindən fərqli olaraq bunda qapalı qan dövranıdır. Onlarda açıq idi, bunda qapalıdır. 3 kameralı ürəyi var. Böyük göl ilbizində 2 kameralı idi. Anadontada 3 kameralı, bunda da 3 kameralıdır. Və deməli bunda da yenə dırnaqarası belə deyək qəlsəmə ürəyi yaranıb, hansı ki bir damar genişlənməsidir bu və qanı qəlsəməyə vurur. Çoxalmasına görə ayrı cinslidir, anadonta kimi ayrı cinslidir, mayalanma daxilidir, amma dolayı inkişaf edir və sürfəsi də yetkin fərdə bənzəyir. Vəssalam, bu da kalmarın çoxalması idi. Mən çalışdığım qədər istədim bunları biraz müqayisəli deyim, belə bir dəfə də istəsəz ümumiləşdirə bilərik. Məsələn, tənəffüs orqanlarına görə dedik ki, ilbizdə ağciyərlərdir, anadontada qəlsəmələr, kalmarda qəlsəmələr.
Məsələn, ilbizdə bir böyrək var idi, anadontada 2 böyrək. Hər ikisi metanefridial tipdə. Qan damar sistemi ilbizdə açıq, anadontada açıq, kalmarda qapalı qan damar sistemidir. Kamera sayı ilbizdə 2 kameralı ürək, anadonta ilə kalmarda 3 kameralı ürək. Çoxalmasına görə ilbiz hermafroditdir, anadonta ilə kalmar ayrı cinsiyyətlidir. Sonra kalmarda daxili mayalanmadır. İlbizdə düzünə inkişafdır, anadonta ilə kalmarda dolayı inkişafdır. Sinir düyünlərinə görə fərqlənirlər. İlbizdə 2 sinir düyünüdür, anadontada 3 cüt sinir düyünü, bunlara görə fərqlənirlər. Kalmarda məsələn beyin dedik. Bunları müqayisəli öyrənməyinizi tövsiyə edirəm ki, daha yaxşı yadınızda qala bilsin. Və salam, bu da Malus-Clark tipinin izahı idi. Ümid edirəm ki, sizin üçün faydalı olar. Faydalı olsa bəyənməyi, şərh yazmağı, dəstək məqsədi ilə videonu yoldaşlarınızla bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.